Öncelikle tədbiri təşkil edən Rüfət bəyə çox dərin minnətdarlığımı bildirirəm. Rüfət bəylə də yanaşı komandasına və dəyərli fayda verən bizə məhsuldar bugün olan spikerlərə təşəkkürümü bildirmək istəyərdim. Hər birindən bir cümlə də olsa bizə çox dəyərli məna qatdıqları üçün. Sualım Elmin bəyədir. İnşaat sektorunda smart sistemin satışı sizi qane edirmi? Bu bir. İkincisi də smartın inşaat sektorunda rəqibi var mı? Çox xoş sualdır. Ən çox sevdiyim suallardan biridir. Çünki insan fikirlərini tam açıqlaması eləyə bilmir, suallarda daha rahat olur. İnşaat sektorunda bilirsiniz, tələbat fərdi evlərdə azdır. Bina biz belə deyim də, sənaye avtomatikası olduğumuz üçün bina idarə etməsində daha çox faydalı oluruq. Fərdi evlərdə aydındır, fərdi ev üçündür. Bugün Azərbaycanda yeganə tək istehsalçı bir şirkət var. Ağıllı sistemlərində, yəni smart qurğuların istehsalıdır. Yəni bu ikinci alternativi yoxdur.